Hörmətli cənab prezident, hörmətli qonaqlar, xanımlar və cənablar, bir daha cənab prezident sizi Azərbaycanda səmiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmişsiniz. Əminəm ki, sizin səfəriniz İran-Azərbaycan dostluq, qardaşlıq münasibətlərinin inkişafına öz dəyərli töhfəsini verəcək. Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayır. Bugün bu möhkəm təməl üzərində dövlətlər arası münasibətlərimiz inkişaf edir. İran prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür. Bugün apardığımız danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət etdik. Öz fikirlərimizi bildirdik, bir daha İran-Azərbaycan strateji münasibətlərini təsdiqlədik. Biz bütün məsələlərdə səmimi şərait əsnasında öz fikirlərimizi bildirmişik və əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf İran-Azərbaycan əlaqələrinin inkişafına çalışmalıdır və çalışır. Və hörmətli prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bugün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir. Onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq. Biz ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi dəstəkləyirik. Bu barədə bugün də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi. İstər BMT olsun, İslam Əməkdaşlıq Təşkilatı, EKO, Qoşulmama Hərəkatı, digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır. Biz bugün geniş gündəlik əsasında fəaliyyət göstəririk. Burada həm regional təhlükəsizlik məsələləri önəmli rol oynayır. Bu barədə fikir mübadiləsi aparılmışdır. Eyni zamanda çox tərəfli əməkdaşlıq üçün gözəl şərait var. Təbii olaraq bizim ticarət əlaqələrimizin inkişafı ilə bağlı konkret göstərişlər verildi. Nümayəndə heyətlərin iştirakı ilə keçirilən görüş də çox məhsuldar olmuşdur. Birinci mərhələdə hörmətli prezidentlə təkbətək və məhdud tərkibdəki görüş əsnasında fikir mübadiləsi aparılmışdır. Yəni, məramımız birdir, məqsədimiz birdir. İran-Azərbaycan dövlətlər arası əlaqələrini yüksək səviyyə qaldırmaqdır. Və bunun üçün, yenə də deyirəm, müvafiq göstərişlər verildi və əminəm ki, bu göstərişlər yerinə yetiriləcək. Prezidentin səfərinə qədər çox fəal təmaslar həyata keçirilirdi. Yüksək vəzifəli şəxslər qarşılıqlı səfərlər edirdi. Həm prezidentin səfərinə hazırlıq məqsədi ilə eyni zamanda konkret layihələrin icrası üçün. Və bütün bu işlərdə əməyi olan vəzifəli şəxslərə öz təşəkkürümü bildirmək istəyirəm. Səfər doğrudan da çox yaxşı hazırlanıb, çox yaxşı sənədlər ərsəyə gəlib və qəbul edilmiş qərarlar əminəm ki, bizim əlaqələrimizi uzun illər bundan sonra yüksələn xətlə aparacaq. Biz bugün təbii olaraq üç tərəfli əməkdaşlıq layihələrini geniş müzakirə etdik. Onların arasında təbii olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. Bu layihə, bütün bu layihədə iştirak edən ölkələr üçün çox böyük səmərə gətirəcək, böyük fayda verəcək. Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hal-hazırda biz sadəcə olaraq artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk.
İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun, bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq. Biz eyni zamanda bugün humanitar sahədə, mədəniyyət sahəsində ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi üçün konkret göstərişlər verdik. Müəyyən etdik ki, sonuncu qarşılıqlı mədəniyyət günləri 8 il bundan əvvəl keçirilmişdir. Və birgə qərar əsasında yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günləri keçiriləcək. Xalqlarımızın tarixi ortaqdır. Mədəniyyətimiz də ortaqdır. Biz əsrlər boyu bir məkanda yaşamışıq. Bir dövlət çərçivəsində yaşamışıq. Yəni, qohumluq əlaqələri də çox genişdir. Bugün iki müstəqil dövlət kimi biz bizim bölgəmizdə önəmli rol oynayırıq və bölgə məsələlərinin bölgə ölkələri tərəfindən həll olunması da hər iki tərəfin fikridir və siyasətidir. Mən heç şübhə etmirəm ki, bu səfər bizim münasibətlərimizin inkişafında çox önəmli rol oynayacaq. Biz Prezident Pezeşkanı səbirsizliklə gözləyirdik. Çox təəssüf edirik ki, bir neçə gün bundan əvvəl İranda baş vermiş faciə insan itkiləri ilə nəticələndi. Bir daha qardaş İran xalqına baş sağlığı veririk. Allah həlak olanlara rəhmət eləsin, yaralanlara Allah şəfa versin. Və bu faciəyə baxmayaraq Prezident Pezeşkan öz səfərini Azərbaycana gerçəkləşdirir. Biz bunu çox yüksək qiymətləndiririk. Və Allah xalqlarımızı bu bəlalardan qorusun. Həmişə bizim bölgəmizdə sülh olsun, əmin-amanlıq olsun və hər iki ölkə bu istiqamətdə öz səylərini göstərəcək. Hər halda iki tərəfli formatda bölgədəki vəziyyət, sülhün dayanıqlı olması, əmin-amanlığın təmin edilməsi, ölkələrin suverenliyi, ərazi bütövlüyü, ölkələrin daxili işlərinə qarışmama kimi prinsiplərdə üstün tutuldu. Mən yenə də Prezident Pezeşkana xoş gəlmisiniz deyirəm. Mənim dəvətimi qəbul edib Azərbaycana səfər etdiyi üçün təşəkkürümü bildirmək istəyirəm və onunla birlikdə gələn bütün qonaqlarımıza da xoş gəlmisiniz deyirəm. Əminəm ki, səfəriniz uğurlu olacaq, nəticələr də çox gözəl olacaq. Sağ olun. Bismillahirrahmanirrahim. Mərhəmətli Allahın adı ilə. Hər şeydən əvvəl, əziz qardaşım, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə səmimi qarşılanma, qonaqpərvərlik və göstərdiyi münasibətə, həmçinin onun regionla, Azərbaycanla bağlı və ümumən iki tərəfli münasibətlərimizdə atılacaq addımlar və mümkün olan bütün sahələrdə əməkdaşlığı genişləndirmək və dərinləşdirmək üçün göstərdiyi əzmkarlığına görə təşəkkürümü bildirmək istəyirdim. Bizim münasibətlərimiz yeni başlamış münasibətlər deyil. Biz qədim dövrlərdən üzübəri həmişə bir yerdə olmuşuq. Tarixin lap qədim dövrlərindən birlikdə yan-yana olmuşuq. Sərhəd qonşuluq deməkdir. Evlərin qonşuluğu kimi. Qonşuların həyəti var, evi var. Lakin onların bir-birinin arasında gediş-gəlişi olur. Bir-birinə dayaq dururlar, kömək edirlər, səsinə səs verirlər. Bizim bu bölgədə mədəniyyət, din, etiqad, siyasət kimi bütün bu sahələrdə həddindən artıq oxşar cəhətlərimiz var. Bununla fəxr edirik.
Bunlara ürəkdən bağlıyıq. Çalışacağıq ki, bundan sonra da bu müştərək dəyərlər əsasında münasibətlərimizi davam etdirək. Biz bir çox sahələrdə əldə edilmiş təcrübə ilə bölüşə bilərik. Bu bölgədə bazarlarımızdan birgə istifadə edə bilərik. Bugün əldə edilmiş razılaşmalara, imzalanmış sənədlərə əsasən hörmətli Prezident İlham Əliyev müəyyən müddət çərçivəsində gələcək üçün strateji planın hazırlanması haqqında müvafiq nazirlərə, məsul şəxslərə göstəriş vermişdir. Biz də öz tərəfimizdən Xarici İşlər Nazirinə tapşırıq verdik ki, hökumətlə razılaşdırıb bu addımları davam etdirsin. Çalışacaq ki, gələcək üçün geniş, əhatəli və daha yaxşı strateji planımız olsun. Bütün sahələrdə sənaye, elm, mədəniyyət, iqtisadiyyat, siyasət, təhlükəsizlik üzrə planlarımız olsun. Biz birlikdə bölgədə sülh, təhlükəsizlik və əmin amanlığı təmin edəcəyik və öz çətinliklərimizi həll edəcəyik. Əminəm ki, əgər biz, müsəlman ölkələri, regional dövlətlər və qonşular qədim dövrlərdən bir yerdə olmuş qardaş və bacılar əl-ələ verib bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşsaq, dünyaya baxışlarımız qarşılıqlı qaydada razılaşdırılmış olacaq. Beləliklə, bütün sahələrdə əməkdaşlıq edə bilərik. Elə bir bölgə yarada bilərik, ölkələr arasında elə bir əlaqə qura bilərik ki, Avropa ölkələri arasında olan əlaqələrdən daha üstün olsun. Bunun üçün yolları birləşdirək, maliyyə, ticarət əlaqələrimizi düzəldək, şimal, cənub, şərq, qərb dəhlizlərini yaradaq. Bütün bunları qarşılıqlı dəstək sayəsində həyata keçirək. İş adamlarımız birgə istehsal proseslərini həyata keçirsinlər, birgə sərmayələr yatırsınlar, işlər qursunlar. Biz istehsal, elm, mədəniyyət, iqtisadiyyat, siyasət sahələrində birgə hərəkət etməli. Digərlərinə bunları pozmağa imkan verməməliyik. Onlar aramızda ixtilaf yaratmaq istəsələr, buna yol verməyəcəyik. Bizim aramızda bizi birləşdirən çoxlu ortaq amillər, hətta ailə, qohumluq əlaqələrimiz var. Bu elə bir məsələdir ki, heç kəs bunları poza bilməz. Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən inamımıza, iradəmizə və əzmkarlığımıza əsaslanaraq Allahın köməyi ilə bütün əldə olunmuş nailiyyətləri artıracağıq. Öhdəlik götürdüyümüz sənədləri icra edəcəyik. Bəzi məqamlar var ki, hələ yazılmayıb. Amma gərəkdir ki, onları da yazaq və imzalayaq. Onları mütləq həyata keçirək. Biz bunların həyata keçirilməsinə, icrasına qəti şəkildə qərarlıyıq. Mən həmin qətiyyəti, həmçinin qardaşımızda görürəm. Allahın köməyi ilə digər layihələri bölgə üçün İranın və Azərbaycanın gələcəyi üçün, hətta yaxın şərq bölgəsi üçün birlikdə yaradacağıq. Əziz qardaşıma, qonaqpərvərliyə görə bir daha böyük minnətdarlığımı bildirirəm. Ölkəmizdə bəzi hadisələr baş verdiyinə görə burada əlavə müddətə qala bilmirəm. Lakin çox vaxt keçməyəcək ki, dostumla yenidən görüşəcəyik. Çalışacağam ki, Azərbaycanda növbəti dəfə daha çox qalım və burada olanda heç zaman özümüzü yad ölkədəki kimi hiss etmirəm. Sanki Təbrizdəyəm, Ərdəbildəyəm. Sanki doğulduğumuz, böyüdüyümüz, yaşadığımız İran Azərbaycandayıq. Çox şadam ki, sizinlə bir yerdəyəm. İqtisadi, mədəni, elmi, təhlükəsizlik, hərbi və digər sahələrdə əl-ələ verib özümüz, övladlarımız və sonraki nəsillər üçün möhkəm
gələcək quraq. Gələcək nəsillər fəxr etsinlər ki, bu cür sağlam əlaqələr qurmuşuq. Bir daha sizə təşəkkür edirəm.